Dişin çürüyürsə, diş ağrılarından bezmisənsə, dişində saralma və qaralma gedirsə, bu qarışım sənin üçündür. Qaçıb bahalı dərmanlara bir ətək pul tökməyin. İndi deyəcəyim sadə üsulla bu problemlərə evdə rahatlıqla son qoya bilərsiniz. Necə? Ekrandakı ürəyi qızardın, profilin üzərindəki üstəgələ işarəsinə toxunub videonu kayd edin. Çünki bu video sizə lazım olacaq. Bir dənə balaca qab götürün, içinə bir xörək qaşığı xardal yağı əlavə edin. Sonra bir çay qaşığı duz əlavə edin, bir çay qaşığı da sarı kök əlavə edin. Bu qarışımı krem halına gələnə qədər yaxşı qarışdırın. Sonra bu qarışımla gündə bir dəfə axşam yatmamışdan öncə 10 gün dişlərinizi yaxşı sürtün. Dişinizdə olan ağrıya, qaralmaya, çürüyə, saralmaya, ağız qoxusuna tamamilə son qoyub dişlərinizi par-par parıldadacaq. Özünüz fərqə inanmayacaqsınız. Bu videonu hər kəslə paylaşıb məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzzasınız Balaoğlanla hər zaman sağlam qalasınız.